Hindistan lideri Modi Kəşmirdə orduya döyüşə hazırlıq vəziyyətinə gətirilməsi əmrini verib. Bu barədə danışan Pakistan İnformasiya naziri Ataullah Tarar Hindistanın hərbi əməliyyata hazırlaşdığını bildirib. Məlumata görə Hindistanın baş naziri Narendra Modi bu barədə çərşənbə axşamı keçirilən gizli təhlükəsizlik sammitində bildirib. Hindistan baş nazirinin ofisinin verdiyi açıqlamada bildirilib ki, Modi silahlı qüvvələrə hücuma necə, nə vaxt və harda cavab verilməsi ilə bağlı tam səlahiyyət verib. Hökumət Modinin ordu rəisi və Müdafiə naziri Rajnath Singh ilə görüşünün görüntülərini də yayıb. Hindistan Pakistanı aprelin 22-sində Kəşmirin turistik Pahlagam rayonunda 26 mülki şəxsin ölümü ilə nəticələnən hücuma görə məsuliyyət daşımaqda günahlandırsa da, İslamabad ittihamları rədd edib. Hadisədən sonra tərəflər təkcə sərhəddə deyil, diplomatik arenada da qarşı-qarşıya gəliblər. Vətəndaşların qarşılıqlı deportasiyası, diplomatik bəyanatlar verməsi və quru sərhəd qapısının bağlanması kimi addımlar atılıb. Baş nazir Modi dünyanın harasında olursa olsunlar, hücuma görə məsuliyyət daşıyanları və onların tərəfdarlarını tapacaqlarını söyləyərək deyib. Biz onları dünyanın sonuna qədər təqib edəcəyik. Pakistanın İnformasiya naziri Tararsa bildirib ki, Hindistanın yaxın 24-36 saat ərzində hərbi əməliyyata başlamaq niyyətində olduğuna dair etibarlı kəşfiyyat məlumatı alıblar.